Mürəkkəb relyefi və sərt iqlimi ilə seçilən füsunkar təbiəti ilə göz oxşayan Kəlbəcərdə işğaldan azad olunduğu gündən elektrik təsərrüfatı yenidən qurulmağa başlayıb. Rayon ərazisində əsaslı təmir və yenidən qurma işləri bu gün də sürətlə davam etdirilir. Kəlbəcərə köç edən sakinlər keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Doğma yurdlarına qovuşan Sadıqovlar ailəsinin evində də Azərbaycan işığı yanır. 88-ci ildən bu söhbətlər alınandan bəri bir Kəlbəcərdə 5 il işığımız olmuşdu. İndi Allahın bu gündən şükür vətənə qayıdıb gəlmişik. Çox gözəl şəraitimiz var, 24 saat işığımız var. Çölə axşamlar çölə çıxırsan çırçıraq belədir. Elə bir ki yanır rayon. Gözəllikdir, dövlətimizdən çox razıyıq. Allah prezidentimizi var eləsin. Biz öz torpağımızda bugünkü günü bu şəraiti görürsə buna şükür eləməliyik. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı və prezidentimizin canı sağ olsun. İllərlə görmədiyimiz, alınmayan torpaqlarımız alınıb bizə verilir. Bugün mən öz vətənimdə, öz doğma yerimdə, cənnətdəyəm. O qədər gözəl bir işıqlıqdır. Bəzən görüntülü kimlər nəsə danışanda heç kim inanmır ki, mən Kəlbəcərdəyəm. Yenidən qurma işləri çərçivəsində şəhər ərazisində yeni yaradılan 2-ci yaşayış məhəlləsində 35,0.4 kilovoltluq müasir tipli yarımstansiya tikilib. 2 kilometrə yaxın 2 dövrəli 35 kilovoltluq yeraltı kabel xətləri çəkilib. Sərhəd bölgələrində yerləşən strateji obyektlərin elektrik təsisatını gücləndirmək məqsədi ilə Zar-Zəylik istiqamətində 6 kilometr, Alagöllər istiqamətində 48 kilometr, Zod istiqamətində 4 kilometr uzunluğunda özünü daşıyan izolyasiyalı naqillər çəkilib. Həmçinin Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində 110 kilovoltluq 2 dövrəli hava elektrik verilişi xəttinin çəkilişi başlanılıb. Görülən işlər çərçivəsində 110-35-10 kilovoltluq Kəlbəcər yarımstansiyasından isti su istiqamətində 2 dövrəli 42 kilometr uzunluğunda spüç tipli kabel xətti inşa edilmişdir. Xətt üzərində müasir qapalı paylayıcı qurğu quraşdırılaraq Kəlbəcər şəhərinin fasiləsiz və etibarlı elektrik enerjisinə təmin edilmişdir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyəti ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda əsaslı təmir və yenidən qurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.